Vaiz. 8-ci fəsil. Kim hikmətli adama tay ola bilər? Şeylərin mənasını kim bilər? Hikmət insanın üzünü nurlandırar, tutqun simasını dəyişdirər. Padşaha itaət. Mən deyirəm, padşahın hökmünə qulaq as, çünki Allaha and içmisən. Padşahın hüzurundan çıxmağa tələsmə, onun xoşuna gəlməyən işində inad eləmə, çünki o, istədiyi hər şeyi eləyə bilər. Padşahın sözündə səlahiyyət var. Kim ona neynirsən deyə bilər? Onun hökmünü yerinə yetirən heç bir bəlaya düşməz. Hikmətli adamın ürəyi bunun vaxtını da, qaydasını da bilir. Axı hər şeyin həm öz vaxtı, həm də öz qaydası var. Hərçənd ki, insanın daşıdığı dərd çox ağırdır. Çünki kim bilir ki, nə olacaq? Bəs kim ona deyə bilər ki, necə olacaq? Kürəyi tutub saxlamağa heç kəsin gücü çatmadığı kimi, ölüm gününü saxlamağa da heç kəsin gücü çatmaz. Döyüşçü meydanı tərk eləmədiyi kimi, pislik də pis adamı tərk eləməz. Bunların hamısını gördüm və səma altında görülən hər işə diqqət elədim. Bir adamın başqa adama ağalıq eləməsi başına bəla olur. Sonra mən pis adamların axırını da gördüm. Bu adamlar müqəddəs yerə gəlib gedər, buna görə də pislik elədikləri şəhərdə təriflənərdi. Bu da puşdur. Pis işin cəzası tez verilmədiyinə görə, insanların ürəyi də pislik eləməyə cəsarət tapır. Günahkar adam 100 dəfə pislik eləyib uzun müddət yaşasa da, Allahdan qorxanların, onun hüzurunda ehtiramla duranların yaxşılıq görəcəyini bilirəm. Ancaq pis adam yaxşılıq görməyəcək və onun kölgəyə bənzər günləri uzadılmayacaq, çünki Allahın hüzurunda ehtiramla durmur. Yer üzündə baş verən başqa puç şey də var. Salih adamlara layiq olan şeylər pis adamlara qismət olur. Pis adamlara layiq olan şeylər salih adamlara qismət olur. Dedim ki, bu da puşdur. Beləcə mən keyf çəkməyi üstün saydım. Çünki səma altında insan üçün yeyib içməkdən və keyf çəkməkdən yaxşı şey yoxdur. Çünki səma altında Allahın insana ömrü boyu çəkdirdiyi zəhmətdən ona ancaq bu qalır. O zaman ürəyimdə niyyət elədim ki, hikmət öyrənim və yer üzündə insanların gecə-gündüz gözlərinə yuxu getməyərək gördükləri işlərə nəzər salım. Onda Allahın bütün işlərini gördüm. Bildim ki, kimsə səma altında edilən işləri anlaya bilməz. Nə qədər səy göstərsə də, yenə də bunu anlaya bilməz. Bir hikmətli adam bunu bildiyini iddia eləsə də, yenə dərk eləyə bilməz.